Əgər bugün son gün olsaydı, heç birimizə sabah vəd olunmayıb. Günlərimizin sayı artıq müəyyən edilib, lakin bizdən gizlədilib. Hansı gün həyatımızda son nöqtə olacaq, vergül yox. Əgər insan bilsəydi ki, məhz bu gün, bu video çarxı izlədiyi gün, ondan sonra nə səhər, nə də axşam olmayacaq. Əgər o bilsəydi ki, bu onun həyatının son səhifəsidir, bağışlanma istəmək üçün son fürsət, son dəfə səcdəyə getmək imkanı, son dəfə səmimi şəkildə "Ey Allah, məni bağışla" demək imkanı. O bu günü eyni cür yaşayardımı? Digər günlər kimi. Dünya üçün eyni tələskənliklə, tövbəni eyni təxirə salmaqla yaşayardımı? Qəlbinə qarşı eyni laqeydliklə, günahlarına qarşı eyni arxayınlıqla yaşayardımı? Yoxsa bugün onun həyatının ən mənalı, ən təmiz və ən səmimi günü olardı. Hər səhər bir fürsətdir, hər gecə bir hesabat və bəlkə də məhz bugün ya rahatlıqla xatırlayacağımız, ya da peşmanlıqla yada salacağımız gündür. Qoy Allah bizi son səhifə çevrilməmişdən əvvəl səmimi tövbə edən və ona qayıdan şəxslərdən etsin.